Əgər çayın yanında həm yüngül, həm də çox ləzzətli bir şirniyyat hazırlamaq istəyirsinizsə, bu kəsmikli peçenya tam sizə görədir. Qaba unu əlavə edirik, ardınca qabartma tozu, bir çimdik duz və şəkər tozunu töküb qarışdırırıq. Sonra otaq temperaturunda yumuşalmış kərə yağını əlavə edib unla ovuruq. Daha sonra xama və yumurtanı əlavə edərək yumuşaq xəmir yoğururuq. Xəmiri streç plonkaya büküb 30 dəqiqə soyuducuda dincəldirik. İçlik üçün kəsmik, şəkər tozu, qarğıdalı nişastası və yumurta sarısını blenderdən keçirib hamar kütlə əldə edirik. Dincəlmiş xəmiri 2 hissəyə bölürük və nazik şəkildə yayırıq. Dairələr kəsirik. Xəmiri əllə bir qədər də nazildirik. Hazırladığımız kəsmikli içliyi üzərinə çəkib xəmiri 2 qat qatlayırıq və soba listinə düzürük. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada təxminən 20 dəqiqə üzəri yüngül qızarana qədər bişiririk. Soyduqdan sonra üzərinə şəkər pudrası səpirik.